Hər birinizi xoş gördük, əziz uşaqlar. İlk öncə bugün əlamətlər gündür, Qadınlar Günü münasibəti ilə gözəl qızlarımı, gözəl analarımı, bacılarımı, aranızda da özümü təbrik edirəm. Həmişə üzünüz gülsün, üzümüz gülsün. Hər günümüz bayram kimi olsun. Hörmətli oğlanlar, təşəkkür edirik hədiyyələriniz üçün. Çox sağ olun, gözəl sözləriniz üçün. Qızlarımızı sevindirdiniz. Sağ olun. Başlayaq dərsimizə. Mövzu 35. Dəyənət kitabı, yeni nəşr, bucaq və onun növləri. Deməli, bucaq nədir? Birinci, bucağın nə olduğunu tez, mən deyirəm, sürətli şəkildə yazın. Tez bilir. Bucaq nədir? Deməli, bir nöqtədən çıxan iki şüanı əmələ gətirdiyi figura bucaq deyilir. Deməli uşaqlar, həmən bu bir nöqtə dediyimiz bucağın təpəsi adlanır. Bax belə. Bir şua budur, bir şua budur. Çıxan iki şua. Bu bir nöqtə dediyim, bax bu. Bucağın təpəsi adlanır. Nə? Təpəsi. Demək, yazırıq nöqtə, həmin o danışdığımız nöqtə. Bucağın təpəsi, şualar isə tərəfi adlanır. Qeyd edin tez sürətli şəkildə. Şualar arasında qalan hissə bucağın daxili oblastı adlanır. Yəni bu hissə. Ha bu hissə. Bura daxili oblastı. Bucağın daxilidir. Oldu mu? Bucaq necə işarə olunur? Bucağı işarə eləmək üçün 3 göstəriş var. Qulaq asın. Birinci, baxın, belə yazılır bucaq A. Ancaq təpəni adlandırırlar Vagif. Və ya bucaq B. Və ya bucaq C. Bunlar ancaq təpəni adlandırır. Böyük hərflə. Latın əlifbasının böyük hərfi ilə. İkinci adlandırma şəkli şuaların adlandırılmasıdır. Bax, bu təpə ilə işimiz yoxdur. Bura deyirəm A, B şuası. Adlandıranda belə adlandırırlar. Bucaq A, B. Oldu bu şəkildə. Və ya Latın əlifbasının A, B, C. Böyük hərflərlə belə yazılır. A, B, C. Burada bir şey diqqət eləmək lazımdır ki, Leyla, ortada qalan hərif ancaq təpəni göstərir bizə. Oldu? Mən deyə bilmərəm B, C, A. Bu bucaq üçün onu deyə bilmərəm. Oldu mu? Əgər mən B, C, A bucağını qururamsa, həli B, C, A belə yazmalıyım. B, C, A. Onda C bucaq B, bəli, C, A. Ortada durmalıdır. Oldu? Yaxşı. Bucaqların növləri. Bucaqların növləri var. Gəlin bir-bir yazaq. Qulaq asın. Yazırıq bucaqların növləri. Çox səs düzəltməyin, mən baxım. Qulaq asın müəllimə. Birinci danışdığımız bucaq iti bucaq olacaq. İti bucaq. İti bucaq, bax bu formada. Bu formada.
bu formada. Bu formada. Yəni fərqli ola bilər. Dərəcə buradan götürülür uşaqlar. Bax, dərəcəsi budur, oblastı, daxili oblastı. Bax bunlar. Oldu mu? Alfa deyə bilərsən, beta deyə bilərsən, nə bilim x deyə bilərsən, y deyə bilərsən. Oldu mu? Bir də bucağı dərəcə ilə ölçürlər. Nə ilə? Dərəcə ilə. Ay sağ ol, dərəcə ilə ölçürlər. İti bucaq, alfadan danışsaq, alfa, beta, x, y fərqi yoxdur. İti bucaq 90 dərəcədən kiçik, 0 dərəcədən böyük olur. Oldu mu? Natural ədədlə desək, ən kiçik iti bucaq neçə dərəcə olar? 1. Ay sağ ol. İti bucaq olar 1 dərəcə. Natural ədədlə desək. Əslində çoxdur, 0 tam neçələr var. Sadəcə natural ədədlə desək. Bəs ən böyüyünü desək? Hə? 89. Ay sağ ol. Oldu, buna özünüz çözə bilərsiniz. İkinci danışacağıq, silirəm bunu. Sonra baxarsınız, videoya baxarsınız, daha yazmayın, gözləyə bilməm. İkincisi, danışacağıq düz bucaqdan. Uşaqlar, düz bucaq iki perpendikulyar xəttin birləşməsindən yaranır. Perpendikulyar o deməkdir ki, 90 dərəcə. Onu da Nurlanla belə göstərirlər, bax bu işarə ilə. Yəni ki, bura həmişə neçə dərəcədir? 90. Deyirəm ki, A, O, B bucağı. Necə bucaqdır? Düz bucaqdır. A, O, B bucağının tərəfləri biri-birinə perpendikulyardır. A, O və O, B tərəfləri bir-birinə nədir? Perpendikulyardır. Oldu? Və belə yazılır. A, O perpendikulyardır O, B-yə. Həmişə də neçə dərəcə olur? 90 dərəcə olur, həmişə. Oldu? Üçüncü danışacağıq kör bucaqdan. Yazmayın, qulaq asın, baxarsınız. Kitabda da var, oradan da baxarsınız. Uşaqlar, kör bucaq nədir? Bax, bu formada. Və ya bu formada. Və ya bu formada. Yəni, açıq formada. Yenə də adlandıranda alfa deyə bilərsən, beta deyə bilərsən, x deyə bilərsən. Oldu mu? Kör bucaq, uşaqlar, elə alfa, beta, x fərqi yoxdur, hansısa birini adlandırsaq, 180 dərəcədən kiçikdir. 90 dərəcədən nədir? Natural ədədlə desəm, Vagif, natural ədədlə. Ən kiçiyi hansı olar? 91. Ay sağ ol. Ən böyüyü? 174. Ay sağ ol. Oldu? Onu indi deyəcəm sizə, qabaqda məsələlər var, bu bizə nə üçün lazımdır? Sənə bizə nə üçün lazım olar? Sənə deyəcək ki, düz bucaqlı figurumuz var, düz bucaqlı. Tanıyırıq da düz bucaqlını. Bu forma. Hə? Düz bucaqlına sənə sual verəcək ki, bütün bucaqları kör bucaq ola bilərmi? Xeyr deyəcəksən. Nə üçün? Sən bilirsən ki, düz bucaqlının daxili bucaqların cəmi neçə dərəcədir? 360 dərəcə. Çünki hamısı 90, 90, 90, 90-dır. 4 dənədir, düzdürmü? 4-ünün cəmi 360-dır. Sənə deyir ki, bunların hamısı kör bucaq ola bilərmi? Sən o dəqiqə sənə deyirəm, indi əsaslandır. Nə üçün ola bilməz? Olacaq düz bucaq bir tərəf. Yo. Onu istəmirəm. Sən mənə deyilən ki, müəllimə, onun bir bucağını mən ən az belə, ən kiçik kör bucaq 91 götürsəm, 4 dənə 91, 364 edir. Amma mən sizə nə öyrətmişəm? Düz bucaqların, daxili bucaqların cəmi 364-dür. 360-dır. Bəs o 4-ə hara sığdırarsan? Yox da axı. Oldu? Qeyd edeyim.
Açıq bucaq dördüncüsü, bəli. Açıq bucaq bax, bu formada verilir. Belə bir işarələmə ilə. Yazılır məsələn A, O, B. Yazırıq ki, bucaq A, O, B. Əli, ortada yazılan hərf bizə nəyi verir? Bucağın harada nə ilə işarə olunduğunu deyir. Bu da həmişə neçə dərəcədir? Həmişə 180 dərəcədir. Oldu mu? Bunu bu formada da görə bilərsiniz. Baş şəkil çəkəndə məsələni görə bilərsiniz. Bu formada da görə bilərsiniz. Tərsdən. Belə də görə bilərsən. Fərqi yoxdur. Əsas odur ki, sən onu başa düşəsən ki, bu düz xətt şəklindədirsə açıq bucaqdır. Oldu? 5-dən danışarıq. 5-imiz olacaq tam bucaq. Uşaqlar, tam bucaq, iki düz xətt belə perpendikulyar, baba bunun ətrafında fırlanır. Gördünüz? Bayaq dedim, bu neçə dərəcədir? Onda neçə dənə 90 var burada, Vagif? Ay, sağ ol. Sən bunun haqqında danışa bilərsən, onda neçə dərəcə olar tam bucaq? 360. Aferin, 360 dərəcə. Yəni 4 dənə 90'ın cəmi. Nə gəlir orada? Bucağın nəyə gəlir? Tən böləni. Bax, bucağın tən böləni nədir? Gözəl bağlama. Bax, deyirik ki, tən bölən. Elə bu söz bizə nə edəcək deyirdi, düzdürmü? Tən bölən nə deməkdir? Nəyi isə yarıya bölmək. Ay, sağ ol. İndi yazırıq tən bölən. Bir bucaq çəkirəm uşaqlar. Buna deyirəm A, O, B bucağı. Baxın mənməyə. Bucağın tərəfləri arasından və yaxud da ki, bucağın daxili oblastından keçən bir şua. Bunu yarıya bölüb, yarıya bölmə belə işarə olunur. Bir O, D şuası çəkirəm. Olur bu bucağın tən böləni. Tən bölən o deməkdir ki, bu çəkilən oblastdan çəkilən bu şua, bu bucağı yarı-yarıya iki bərabər hissəyə bölür. Oldu mu? Ona siz yazırsınız ki, belə bir şey yazacaqsınız. Bucaq A, O, D, yəni bax bu bucaq, bura. Bərabərdir bucaq D, O, B-yə. Nəyə? Ay, sağ ol. Fikir verdiniz? Yəni, bucaq A, O, B tutaq ki 80 dərəcədirsə, 80 dərəcədirsə. Bəs bu bucaq neçə dərəcə olar? Onda bucaq A, O, D bərabər olar 80 bölü nəyə? 40 dərəcə. Demək ki, bura 40 dərəcə olar, burada neçə dərəcə olar? 40 dərəcə olar. Yaxşı? Uşaqlar, növbəti bölüm gəlir konqurent. Konqurent o deməkdir ki, biri-birinə bərabər, oxşar, eyni. Ölçüləri eyni olan bucaqlara nə deyirik? Konqurent bucaqlar deyilir. Bax, məsələn, bir bucaq belə çəkirəm, bir bucaq da belə çəkirəm. Burada olsun 50 dərəcə, burada olsun nə? 50 dərəcə. Onda A, O, B, S, K, D bucaqları yazırsan ki, bucaq A, O, B belə bir şey konqurentliyin işarəsidir. Konqurentli bucaq S, O, D-yə. S, K, D-yə bağışlayın. S, K, D-yə. Buyurun. Orada qarşılıqlı bucaqlar. Hə, qonşu gəlir bilinci, ev yox. Qarşılığını deyil, qonşunu deyil. Bir şey olmaz. Qarşılıqlı bucaqlar nə deməkdir uşaqlar? Biri-birinə bərabər olan iki bucağa deyilir qarşılıqlı bucaqlar. Asiya, iki belə xət çəkilir, iki belə xət çəkilir. Yox, qoy mən birinci qonşun deyim, çünki burada qonşu ilə də işimiz olacaq. Sonra buna qayıdaq. Qoy bu qalsın burada, yaxşı. Qonşun deyim, sonra. Qonşu bucaqlar. Qonşu bucaqlar nədir? Bir-birinə yanaşı duran iki bucağa deyilir qonşu bucaq. Məsələn, çəkirəm bunu belə, bu açıq bucaqda, düzdürmü? Buradan belə bir şua çəkdim. A, O, B bucağıdır. Bura bir O, D nəyi çəkdim? Şuası çəkdim. Uşaqlar, bu bucaq ilə bura bir X deyirəm, burada bir Y deyirəm. Bu bucaq ilə bu bucaq qonşu bucaqlardır. Nədir? Qonşu. Və yadınızda qalsın, qonşu
bucaqların cəmi 180 dərəcədir. Bu yadınızda qalsın. Yaxşı. Qonşu bucaqların cəmi 180 dərəcədir. Bir dənə də bir şey yazdıram sizə. Vacibli. Ulduz kimi qeyd edin. Qonşu, indi deyəcəm ona açılışı. Bucaqların, qonşu bucaqların tənbölənləri arasında qalan bucağın dərəcəsi 90'dır. Nə deməkdir bu? Aha, tənbölənləri arasında qalan bucağın dərəcəsi 90'dır. Nə deməkdir? İndi mənimə bax. Bir dənə belə bir açıq bucaq çəkirəm. Vaqif. Bura belə qoyuram. Bunda bir şüa keçirdirəm. Deyirəm bura 70 dərəcədirsə, onda bura neçə dərəcədir? 110. İndi sənin gör nədir müəllimə? Deyirəm ki, azına nə dedim? Dedim qonşu bucaqların cəmi 180'dir. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq. Bax, bir bucaq budur, bir bucaq budur. Düzdürmü? Gəl bunun tənbölənini yağmur çəkək. Tənbölənini çəksən bura neçə düşər? 30. Sonra da gəl bunun tənbölənini çəkək. 55. Bax, tənbölən arasındakı bucaq budur. Gördün? Nədən ibarətdir? 35 Cəmi neçədir? 90. Gördün? Fərqli bucaq da belə götürsən, fərqli bucaq. Bax, belə çəkirəm indi. Buranı götürəm, məsələn 100, buranı nə götürəm? 80. Gəl bunun tənbölənini çəkək ipək. 80 nədir? 40, 100 nə olar? 50. Yenə də neçə oldu? Gördünüz? Ona görə deyirlər ki, qonşu bucaqların tənbölənləri arasında qalan bucağın dərəcəsi nədir? 90 dərəcədir. Bu belə. İndi danışaq nədən? Qarşılıqlı bucaqlar. Uşaqlar, qarşılıqlı bucaqlar iki düz xəttin kəsişməsindən yaranır. Nədən? İki düz xəttin bir nöqtədə kəsişməsindən yaranır. Gəl bunlara adlandıraq. 1, 2, 3, 4. Neçə bucaq yaranır belə ardıcıl? 4 bucaq yaranır. Bax uşaqlar. Bucaq 2 və bucaq 4, bucaq 1 və bucaq 3. Bunları adlandırırlar qarşılıqlı bucaqlar. Və bir-birinə nədir? Bəli. Bərabərdir. Mesela 4, 5 olsa mesela 2 demiş. İndi qulaq asın müəllimə. Nə deməkdir? Bunların hamısında cəmi bucaq 1, üstə gəl bucaq 2, bucaq 3, bucaq 4. Cəmi nəyə bərabərdir? 360 dərəcə. Bəs burada hansı bucaqlar qonşudur? Qulaq asın, salatın, sonra yazarsınız. Hansı bucaqlar qonşudur? Bucaq 1 və bucaq 2, bucaq 2 və bucaq 3, bucaq 3 və bucaq 4, bucaq 4 və bucaq 1. Bunlar nədir? Qonşu. Bax, bir-birinin ardıca qonşu gedir. Burada da 1 ilə 2'nin cəmi nə olar? 180. 2 ilə 3'ün cəmi nə olar? 180. Çünki açıq bucaq yaradır. Görsən? Açıq bucaq yaradır. Bunun cəmi nə verəcək sənə? 180. Aysa. Onda burada mən deyə bilərəm ki, bucaq 1 üstə gəl bucaq 2 bərabər neçə dərəcə? Bucaq 2 üstə gəl bucaq 3 bərabər neçə? Belə davam edib sözü yaza bilərsən. Oldu? Bunun da ulduzu var uşaqlar. Bunun ulduzu nədir? Bunu da silimdə daha yazdınız bunu, hə? Bunun ulduzu nədir? Qarşılıqlı bucaqların ulduzumuzu qoyaq. Qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq, tənbölənləri arasında qalan bucaq 180 dərəcədir. İndi deyəcəm bu nədir? Əli. Əliyə maraqlıdır ki, görəsən niyə 180 oldu, hə?
Hə, Vaqif, sənə də maraqlıdır. Məhəmməd sənə? Çox maraqlı. Düz deyirsən mən bunu. Baxın bura. Çəkirəm bunu. Gördünüz? Məsələn, bura atıram 100 dərəcə. Bura 100-dürsə qonşusu nədir? 80. Bunun qarşılıqlısı nədir? 80. 100-ün qarşılığı nədir? 100. Hələ toplayın görün toplamı sənə tam bucağı verirmi? Xeyr. Niyə xeyr? Bəlli olur. İndi bax gəl. Qarşılıqlı bucaqların yağmur qulaq as. Qarşılıqlı bucaqların təmbölənini qurum. Baxın mənə. Ben bir taptım. Baba qurdum gördün. 80 ise nə oldu? 40. Onu da qurdum. 40. Nə edirəm onu? Qarşılıqlı bucaqların tənini qurdum. İndi mənbəyə baxın. Bu bucaq, bu bucaq, bu bucaq. Bu iki dənə təmbölən arasında qalan bucaqdır. 100, 140, 180. Məndə neçə dedin? Gördük. Yəni bu məlumatlar çox vacibdir. Yazın zəhmət olmasın. Ki, bir nöqtədən bucaqların sayılması deyilir mi uşaqlar? Bax, qulaq asın mənə. Bucaqların sayılması. Bucaqların sayılması. Nədir bucaqların sayılması uşaqlar? Bir də mənə qulaq asın. Bir nöqtədən bir neçə, bax, bir neçə, Vaqif, bir neçə şüa çıxır. Bir nöqtədən bir neçə şüa çıxır. Yəni, o düzdür, sonsuz sayıda çıxa bilər, ondan işimiz yoxdur. Bir nöqtədən bir neçə şüa çıxır. Biz burada bucaqları necə sayarıq? Baxanda deyərsən, nə deyərsən bucaqları sayanda? İlk fikrin nədir, sakit? İlk fikrin nədir bucaqları sayanda? Oturub sayarsan bunları, hə? Sən Vaqif? Sən Əli? Deyərsən ki, müəllimə heç vaxtı belə şey deməz, düzdürmü? Bunun qaydası nədir mən balam? Qulaq asın. Bax, bucaqlar budur. Bax, 1 bucaq, 2 bucaq, 3 bucaq, sonra bax, 4 bucaq, sonra bax, 5 bucaq, 6 bucaq. Bax, başım qarışdı ki, mən nə bilim hansını saydım, hansını saymadım. Hə, Əli? Məhəmməd. İndi mən burada nə edəcəm? Mən sizə deyirəm ki, burada neçə dənə şüa çəkmişsən? Neçə dənə? 4. Yazırsan n bərabərdir 4. Düsturu belədir. N vurulsun, n çıx 1 böl 2. Şüaların sayılması. N'in yerində neçədir? 4. Gətirib yazırsan 4 vurulsun, 4 çıx 3 böl 2. 4 vur 1 bağışlayın. 4 vurulsun nə? 3 böl 2. O da neçə edir? 12 böl 2 cavab neçə edir? 6. Oldu? Hoşunuza gəldi? Bəli. İndi şəkli mən çəkdim belə sadə şəkil, bunu gördünüz. İndi sizə deyirəm ki, bir nöqtədən 10 şüa çıxarsa, nə qədər? 10 şüa çək. En beraber. Alınan bucaqlar, o zaman deyərsən ki, n bərabərdir nəyə? 10'a. Onda nə eləyərik? 10 vurulsun, 10 çıx 1, yəni nə? 9 böl 2. Cavab neçə edir? 45. Sən 45 dənə bucağı saymaq, hələ 4 dənə nədir bu? Şüa çəkdik, sayanda nə elədik? İlişdik, düzdürmü? 10 dənə çəksən nə qədər saya bilərsən 10 dənəni? Bunu, sonra bunu, sonra bunu, sonra bunu. Baya uzun bir işdir. Oturub 45 dənəni, vaxt yox, saya bilməyəcəksən. Hələ vaxtın qalsın bir yana. Onu saya bilməyəcəksən. Onu biz bir də nədə demişdik? Düz xət üzərində bir neçə nöqtə verilərsə alınan parçaların sayılması yenə də eyni düsturdur. Yox. Tutaq ki 1, 2, 3, 4, 5 dənədir. Yazırsa n bərabərdir 5. N vurulsun, n çıx 1 böl 2'dir bu da. 5 vur 4 böl nə? 2. Bu da neçə dənə? 10 dənə. Baxarsan deyərsən ki burada 10 dənə parça var. Hə? Salatın. Yox. Amma var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gördün? Tabii ki. İmtihanda da olsun şu an Hə, sayana kadar. saxlama. Ben hem de bir yere Deməli uşaqlar, qulaq asın mənimə, hacı. hem de bir yere kadar saydıktan sonra insan beyin karşı. Beyin qarşı bir də itirirsən də. Ev tapşırığı nədir? Mövzu 35'in. Mövzu 35'in. Dərsimiz, növbəti dərsimiz 3-cü gündür, düzdür uşaqlar?
Gəlin belə deyim də sən mövzu 5-in hamısını deyim. Nə qədər yaza bilərsiniz? Cəmi 65 dənədir. Yaxşı, yoxsa yarısını? Yarısını deyim, yaxşı. Yarısını deyirəm. Yarısı 32 yaz. 32 dənə. Birdən 32. F tapşırığı. Oldu. Sağ olun uşaqlar.